Papaq. Yumurta koyuruq, tonqal qalırıq, papaq atırıq. Hə, sizdən də sor. Tonqal qalırıq, tonqal əsirik. Və birlikdə ıslalıqların əlamətlərini eləyirik. Əlamətlərini elə. Hə, sən. Qoyuruq. Sən səməni qoy. Səməni necə qoyurlar? Sən səməni necə qoyurlar? Mən bilmirəm, evdəkilər qoyur. Niyə yalın deyil? Gəl. Ata qoyurlar səməni, istadırlar. 10 gündən sonra səbirlər. Sonra görməyə qoyuyor. Bəs salın, bunu el çalın, uşaqlar. Can. Oğul de, oğul de. Yaxşı uşaqlar, sağ olun, getdim mən, sağ ol. Neçənci ildənsiz? 1942-ci ildən. 76-dan da sürücü işləyirsiniz. 76-dan yox, mən əskərliyə getmişəm, 62-də sürücü getmişəm. Belə 60-cı illərdən. Ancaq gözüm açıb mən sürücü. Başqa heç bir işdən, sərvisdən dadım olmuyor. Onun böyük bir işdir. Sürücü, elə bilirsiniz, sürücü asan iş deyil. Sürücü məsuliyyətli işdir. Çünki özündən əlavə də neçə insanın taleyinə cavab deyirsən. Sürücü yolda gedərkən o sürücü mədəniyyəti deyirlər. Onu siz Ağsaqqal, mən sizdən bir dənə də söz deyim. Bizim bu şəhərdə o bəzi avtoxuliqanlar deyirlər də, özlərinə ad qoyurlar. Onlara nə deyərsiniz? Bax, burada nə məsləhət verərsiniz? Ümumiyyətlə, yolda özünü düzgün aparmayan sürücüyə nə məsləhət verərsiniz? Orada da nə məsləhəti var, orada məsləhəti yoxdur. Özünə apara bilməyən adam yola trasa çıxmasın. Və yaxud da o maşına minib durub, nə avtoxuliqanlıq eləyən o uşaqdır. Onların xəbəri yoxdur. Nədən xəbəri yoxdur? Həyat, o şoförlükdən. Bu belə olar, hadisə olar, bu belə olar, ailədir, bu belə olar, belədir. Ona görə də belədir. Mən məsəl üçün deyirəm, böyük 76-cı ildə mən SSR dövrü taksi götürmüşəm, taksida işləmişəm. Dağılınca, SSR dağılınca. Ondan sonra da dağılanda öz o maşınımı almışam, gene onun taksivatlıq eləmişəm, taksini alıb özümə xüsusi. Satmışam, dəyişmişəm, gəlib dirənmişəm bu yerə. Sağ olun. Yaxşı ol. Sağ olun. Kənd ərazisini gəzirəm və bu qurğu haqqında biraz məlumat vermək istəyirəm. Kənddə bir qurğu var. Bunun haqqında eşitmişəm. Demək, su təmizləyici qurğudur. Suyu o qədər təmizləyir. Hörmətli tamaşaçılar, bu qurğu su olur şəffaf. Şəffaf sanki bulaq suyu. Belə dedilər, belə təriflədilər. İndi görək bu doğrudan da belədirmi ya? Yox. Adətən bulaq suyu, artizan suyu qış aylarında isti olar. Yay aylarında isə soyuq olur. Bu yox. Görsən ki, təmizlənmə sudur nəyə görə? Su çox soyuqdur. Demək ki, çay suyudur. Doğrudan deyirlər. Hörmət tamaşaçılar, doğrudan su çox təmizdir. Dadlı sudur. Hörmətli tamaşaçılar, hardasa saat 12-1 arasıdır. Orta məktəbdən uşaqlar gəlir. Özü də elə qəşəngdə durub məni gözləyirlər burada. Buna bax. Nətərsiz? Yaxşı. Adın nədir? Elcan. Sənin adın nədir? Anar. Sənin adın nədir? Xubar. Xumar? Ay, sənin adın nədir? Coşqun. Deyəm, mən keçim sizin aranıza, bıraq qəşəng. Sən belə dur, sən də belə. Sən sinifdə oxuyursan? Birinci. Hamınız birinci sinifdə oxuyursunuz? Hə. Bir sinifdə oxuyursunuz? Hə. Şeir bilirsiniz? Və abi qarxoruz billə. Eyb yox. Danış onu. Ayb bir qanxoruzu. Oy, yıxılmışdım. Ayb bir qanxoruzu danış. Abi qarxoruz, gözləri bərzən horuz. Sən də tezdən durursan, qışqırıb parlayırsan, qoymursan bizi yatmağa, ayca bərzən horuz. Ay, sağ ol. Bəs sən nə bilirsən, Elcan? Elcan hansıydı? Sən? Sən hansı şeiri bilirsən? Ala-bala. Üstünən də. Ala-bala boz keçir, ay qoşa boğunuz keçir. Dağlar daşardan aşma, bir gün çıxsa qarşıma. Neydən sonra, çoban gözantında qalar ki bunuz. Ay, sağ ol. Bugün neçə almısan? 5. Nədən almısan 5-i? Ana dillə. Elman belə şeylər bilməz. Elman nə bilir axı? Çox güman mən elə başa düşürəm. Təmizləmə sırf, suyu təmizləmə sırf burada baş verir. Amma təəssüf biz daxil ola bilmədik içəri.
Amma yenə də çox sevindirici bir haldır ki, Kürdəmirdə, Yenikənddə belə bir qurğu var və əhalinin içməli su ilə problemi yoxdur. Hələ. Bax, böyüyəndə nə olmaq istəyirsən? Ben həkim. Ay, sənə arzuya çatasan. Sən? Polis. Sən? Polis. Ben de. 3 dənə polis ol. Üçü də polis olmaq istəyir, bir dənə həkim. Bəs yaxşı, müəllim olmaq niyə istəmirsiniz? Yaxşı, gəlin belə eləyək. Yoldan qırağı ilə, gəlin yolun qırağı ilə, bax bu tərəfdən çıxmayın yola. Gedin evə, sağ olun. Hörmətli tamaşaçılar, artıq yaz gəlir, hər yer yaşıldır, yaşıllaşır, daha doğrusu otluq var. Aleyküm salam, xoş günün olsun qardaş, salam aleyküm, necəsən? Buyur, gəl qardaş, gəl gözəl insan. Necəsən, nə var maşa? Necəsiz? Adın nədir qardaş? Tamam qardaş. Adım Abdullah da Hacı deyirlər. Hacı Abdullah. Abdullah, nə var, nə yox? Yenikəndin gənclər, cavanları nə işlə məşğul olur boş vaxtlarında? Valla biz iş adamı yox. Aha. Belə Yenikəndin cəmaatı hər öz işlə məşğul olur, bəncə deyərlər. Boş vaxtında bəlkə ov elirsən, nə? Ova gedirlər, həm balıq Adətən ov. Nə balığı tutursuz buralarda? Valla olur da, həm Erşad. Çəki balığı. Gəl, salam edək. Necəsən? Gəl də bura, gəl qardaş. Xoş günün olsun, xoş günün olsun. Ov eləyəndə nə ovdur? Dovşan. Dovşan. Quş belədir, belə şeydir. Burada mədəniyyət evidir. Girə-girə içəridə nə var? Hörmətli tamaşaçılar, mən hal-hazırda mədəniyyət evindəyəm. Burada bir bibimiz var. Salam aleyküm. Necəsiz bibi? Sağ olun, çox sağ olun. Xoş gəlmisiniz kəndimizə. Mən üzrsən, özünüzü təqdim eləyərdiniz. Yenikənd Kənd Mədəniyyət Evinin metodisti Salahova Sevda. Sevda bi, siz bizi bu güşə ilə tanış edə bilərsinizmi? Bu nə güşədir belə? Bəli, bu kəndimizin ziyalılarıdır. Əsasən ziyalılarımızdan, kəndimizin irəlidə olan adamlarına aid güşəmizdir. Bir vaxtlar uzun müddət kolxoz sədri işləyib Cəfərov Musa. Aha. Ona aiddir. Sonra kəndimizin ağsaqqalı həkim İsa Hacıyev. O Respublika üzrə tanınmış mütəxəssisdir. O malariya xəstəliyinə qarşı birinci əlacın o tapıb. Onun neçə dənə kitabları var, əsərləri var. Sonra Deməli bax bu həkim bu kənddə anadan olub. Yenikənd kəndində anadan olub. Malariya xəstəliyinin dərmanını tapan şəxs. Bax görürsüz, mən bu haqqda bilmirdim, bunu siz də bilmirdiniz. Gör bizim kəndimizdə necə savadlı insanlar yetişdirir kəndlərimiz. Bax, Abdullah, Novruz bayramı gəlir. Novruz bayramını Yenikənddə necə qeyd edirlər? Əvvəla hamımızın bayramı mübarək olsun. Avşi millətimizin bayramı mübarək olsun. Belə nə bilim, adətlərimizdir da, papaq atırıq. Evdə bişirilənlərlə. Tonqal, Tonqa da 5, 5 metr, 10 metr tonqal. Ay sağ, belə bir şeylər. Hamı necə bizdə elə. Zurna, balaban, oynamaq. Oynamaq da olmalıdır, o necə hamı da necə bizdə də elə. Şad olun Abdullah, sağ ol. Sağ ol, sağ ol. Gəl qonağımız olun. Sağ ol əzizim, sağ ol. bunu da ki bütün dünya tanıyır. Veysəlli Fəxrəddin. İngilis dili üzrə mütəxəssisdir. Onun da əsərləri, bax burada onun əsərləridir hamısı. İndi tez-tez televizorda da göstərirlər yeni sözlər, öz Azərbaycan dilimizə aid olan sözlər haqqında əsərlər yazır. Bax bu. Bu filologiya elmləri doktoru, professor, Türkiyədə çalışır. Bax bu da onun əsərləridir, onun kitablarıdır. Bax burada verilib tərcüməsidir, onun kitablarıdır. Yenə də qeyd elədiyim kimi bizim xalqımızın qonaqpərvərliyindən irəli gəlir ki, hər bir kənddə, hər bir obada, eldə bizi qonaq dəvət edirlər. Gəlin qonağımız olun sözünü biz tez-tez eşidirik. Bu da yenə də bizi sevindirməyə bilməz. Özünüzü təqdim eləyin. Nəsrova Natova, Mədəniyyət evi mədəni təşkilatçısı. Bax mən üzr istəyirəm, sizi bu mədəniyyət evində ola bilər indi biz vaxtsız gəldik də, ola bilər.
Mədəniyyət evində öz fəaliyyət dərnəyi var sizdə? Bəli, var. Öz fəaliyyət dərnəyimiz var. Bəli, rəhbərimiz danışa bilər o barədə. Mənim diqqətimi burada cəlb elədi bu nağara, bu qarmon. Bax bunların özləri var. Bunlardan istifadə eləyə bilən insanlar da varmı? Var, bəli, var. Onlar hardadılar? Onlar indi biz əsasən məktəbli uşaqlarla işləyirik. Dərnək üzvlərimiz uşaqlardır. Dərs prosesindən sonra bizim dərnəklərdə çalışırlar. Hər bir kənddə olduğu kimi Yenikənd haqqında məlumat toplamaq üçün kənd sakinlərindən birinə müraciət elədim və görək bu sakinimiz kənd haqqında maraqlı nə danışacaq bizə. Burada sonra nələr var? Bax dərnəklərin hansı şöbələri var burada? Bədi qiraət dərnəyimiz var bizim. Rəqs qrupumuz var. Hamısı məktəbli uşaqlardır. Biz məktəbli uşaqlarla çalışırıq. Nə bilim toplantılar eləyirik. Rəsm var. Aha. Bax kənd uşaqlarının çəkdiyi rəsmlər var, əl işləri var. Baxın, bax bu məktəbli uşaqlarındır. Bu xəritə Azərbaycan xəritəsidir. Özü də köhnə lap əvvəlki, məsəl üçün bizim alınmış o vaxtdan bəri torpaqlarımızın deyərəm ki, o uşaq onu burada əks elətdirib bax bunu. Şəxəliyev Ağasən Ağarəhimoğlu, müəllim. Kənd adından göründüyü kimi qədim kənd deyil. Yenikənd adı təxminən 20-ci əsrin əvvəllərindən verilib. Amma buna baxmayaraq Kürdəmirin ən böyük kəndidir. Əhalisi nə qədərdir? Sizin sayı təxminən 3300 nəfərdən artıqdır. Əhali əsasən kənd təsərrüfat sahəsində çalışır. Heyvandarlıqla, əkinçiliklə, xüsusilə taxılçılıqla məşğuldurlar. Meyvə istehsalında üzümdür, heyvanlar, bu kimi meyvələr daha çox buradadır. Bu Azərbaycan xəritəsidir. Bunu 6-cı şagirdi çəkib. Nə bilim, yaradıb da uşaqdır, çox az yaşlı uşaqdır. O təxəyyülü ilə, bunu bütün xırdalıqları ilə yaradıb. Deməli, əziz tamaşaçılar, mən diqqətimi cəlb eləyən nə oldu? Siz təsəvvür eləyin ki, burada hər şey əllə işlənib və əl yazıları ilə rayonların, bölgələrin adları hamısı əl yazısı ilə yazılıb. Şad oldum. Həqiqi mənada inanmırdım ki, bu kənddə bax bu cür talantlı uşaqlar olar belə də. Sağ olun. Sizə işlərinizdə uğurlar arzulayırıq. Sağ olun. Deməli, bax, hal-hazırda mən Kürdəmir rayonunun Yenikənd kəndinin ərazisindəyəm. Mənim diqqətimi bir hadisə çəkdi. Deməli, dedilər kənddəki bir nəfər var, Qismət dayı adında. O arı saxlayır. Aran rayonunda arını saxlamaq həqiqətən də belə hər adam onu, hər oğlu bacara bilməz. Soraqlaşa gəldim, çıxdım. Bax bu Qismət müəllimgilin həyətinə. Dedilər ki, buradır, bura olar. Kənd özü görünüşünə görə də, sonra o səviyyəsinə görə də Kürdəmirin digər kəndlərindən fərqlənir. Yəni, hələ Sovetlər dövründən burada hətta bəzi kənddə olmayan müəssisələr yaradılmışdır. O müəssisələr indi də fəaliyyət göstərir. Bayaq gördüyünüz kimi Azərbaycan müstəqil olandan sonra kənddə yeni müəssisələr, təşkilatlar yaradılır. Gördüyünüz su qurğusu deyil, icra başçısının köməyi sayəsində bu su qurğusu təxminən 15 bulağa xidmət edir. Kənd əhalisinin demək olar 1/3 bulaqdan istifadə edir. Su problemi yox. Problemi yoxdur. Salam əleykum. Mən üzr istəyirəm. Sizin o ünvanınızı soruşa gəlmişəm. Qismət müəllim sizdə? Bəli, mənəm. İndi sizin bir yoldaşınız da orada Pilaramada çəkiliş apardı. Bilmirəm o yoldaş sizdən idi, yoxsa siz tanışınızdır, yoxsa dostunuzdur? Rəşad. Deyəsən Rəşad idi adı. Görürsüz? Pilaramada Taxtaşalban Eymon olan bir sexim var. Orada çəkiliş apardı. Rəşad müəllim idi. Rəşad. Deməli, hörmətli tamaşaçılar, bax görürsüz, Rəşad yenə məndən qabağa düşüb. Bax Rəşad, sən öz işin var da, yeri get yemək bişmək işinə bax da. Gəlib mənim işimə niyə qarışırsan? Mən gül kimi gəzə-gəzə gəlirdim də.
arıçılıq məsələsinə gedək. Bax bu arı mənə çox maraqlı gəlir. Arı inan ki, əvvəla müqəddəs bir heyvandır. Həşəratdır da. Nəfər deyim. Onlarda olan intizam mən deyərəm bəlkə də heç bir bəzi adamlarda yoxdur. Yəni onların özlərinin axranası. Gedək o arı yeşiklərinin yanına da. Onların özlərinin su daşıyan Mənim gedək o arılar haqqında elə arı yeşiklərinin yanında danışsaz daha maraqlı olar. onların axranası var. Onların su daşıyanı var. Onların bal daşıyanları var. Onlar balı ağızlarında gətirirlər. Çiçəkdən çəkdikləri balı ağızlarında gətirirlər. Onların şanları var. İçəridə şan toxuyan ayrıdır, bal daşıyan ayrıdır, su daşıyan ayrıdır, mum daşıyan ayrıdır. Onların hamısının iş bölgüsü var. Güclü axranası var. Qapının ağzında durub başqa bir həşarət ora gəlib girə bilməz. Kənd özü hələ 70-ci illərdən qazlaşdırılıb, amma sonra məlum səbəblərə görə qaz kəsilmişdi, amma yenidən əhali qazla çox yaxşı təmin olunur. Elektrik həmçinin. Ümumiyyətlə, yaşa müəssisələrdə kənddə kifayət qədərdir. Bu qədər. Çox sağ olun maraqlı məlumata görə. Minnətdaram sizə. Sağ olun. Mən əsas diqqətimi çəkən nədir? Bax, mən niyə görə səhərdən bu kəndin küçələrini axtara-axtara gəlib sizi tapmışam? Məqsəd nədir məndə? Bax, mən bildiyimə görə arı əsasən dağ ərazilərdə, yəni o gülün çiçəyin daha çox bol olan yerində və biraz da sərin, yayın o biraz həzin keçən yerlərində olur. Və siz Kürdəmir aran zonası olduğuna görə, bax, burada arı saxlamaq sizə nə dərəcədə bax çətinlik yaradır, nə edir? Çətinlik o yaradır ki, düz deyirsiniz. Burada isti düşən kimi ağac, çiçəklər quruyur, tez məhv olur. Amma sərin yerdə çiçəyin ömrü uzun olur da, tər qalır. Bunlar 8 kilometrə qədər bunların getmək imkanı var. Uçub gedirlər 8 kilometr uzaqlıqdan, yonca sahəsindən, nə bilim çöldə yaxtıkandan, belə şey, yəni bilirsiniz də, yaxtıkan bizim yer ərazidə çox bitir. Onun gülündən, qaratikan kolları var, onun çiçəyindən toplayıb gətirirlər. Yəni bunların bal toplamağı dağdakılardan biraz çətindir. Yəni uzağa çox qaçırlar. Orada hər yerdə çiçək var. Burada biraz azdır. Hörmətli tamaşaçılar, elmanı bilmirəm hardadır, nə edir, nə işlə məşğuldur. Amma mən özüm üçün maraqlı bir dənə nəqliyyat vasitəsi tapdım ki, bunsuz kənddə hərəkət eləmək biraz çətindir. O balı deyirəm. Bax, dağdakı arının istehsal elədiyi balla arandakı arının istehsal elədiyi, hazırladığı balın nə kimi fərqləri var, nə kimi... Yəqin siz də bilirsiniz, istidə aranda böyüyən adam özü də sağlam olur, kim dağda yaşayan adam. Dağ düzdür, sərinlikdir, adamın xoşuna gəlir, yayda gedirik hamımız, amma orada rütubət olduğuna görə, həmişə nəmişlik olduğuna görə, görürsünüz, ora o mənə elə gəlir ki, oranın havası ilə aranın havasında fərq çoxdur. Yəni buranın havası isti olanda isti yerin əhalisi də sağlamdır. Yəni balın tərkibində elə bir dəyişiklik yoxdur. Elə bir dəyişiklik yoxdur bir o qədər, amma yenə deyirəm, buralarda bu aranda yaşayan arıların topladığı bal oradakından güclüdür. Qardaş, necəsən? Salam. Çox sağ ol, Allah köməyiniz olsun. Hara gedir? Adın xoş günlər. Biz bu kəndin sakinləri də bu kənddə yaşayırıq. Hara gedirsən? Özümüz gördük, elə çəkiliş var, ona görə çıxdıq. Dedik görə maraqlıdır da görə qonaqlarımız kimdir? Adın nə oldu sənin? Adım Xəlil, Cəfərov Xəlil. Xəlil, bax geyim forman maşallah, ovçu forması deyir. Kənd formasıdır da, kənddə. Adətən bax ov eləmək olur kənddə. Vallahi biz ovçu deyirik, biz tərəflərdə vəbşə elə maraq da yoxdur. Vallahi, yox. Amma bu geyim formasına baxıram, hörmətli tamaşaçılar, ov eləməyim gəlir, inanın. Əldə belə düzəldilmə, süni yollarla düzəldilmə baldan fərqini seçmək üçün nə cür, bax, nə etmək olar ki, o balı o baldan seçə biləsiniz? Birinci, onu yandıranda da bilinir. Elə belə qaşığa götürüb istiyə tutanda o saat o bilinir orada. Nə olur, orada nə baş verir? Yanır o. Şəkər varsa onun tərkibində o yanır, qaralır. Əgər yoxdursa, bir də ki, ximitsiski karandaşı götürürsən, baldan biraz tökürsən, belə çalırsan. Əgər onun rəngi çıxırsa, o ximitsiski karandaşının rəngi çıxırsa, o bal deyir. Demək, onun keyfiyyəti yoxdur. Sən necəsən, qardaş?
Əla. Sənin adın nə? Adım Taleh. Nə? Taleh. Talih. Bu qabaqda bir dənə elə yer var, biz keçə biləcəyik. Oh!